Onlara Ay, qulaq mən buna asdım. qulaq asam, sən mənə nəsə gəl, bir şey bildirsən, mən belə bir şey qulaq asam. Amma sən fikir bildirirsən, hamıya fikir bildirirsən. Özün bomba alırsan. Sən kimi beyin olmayanlara fikir bildirmişəm mən. Ha, beyin səndə yox. Sən buna bax. Nəyə fikir bildirmişəm? Qulaq asmıyorum. Ha, sakit ol bir dəqiqə. Ha, sakit ol. Fikir bildirmişik də, bilət. Ha, sakit ol. Hə, deyil, sən mənə tonuna şansın, mənim efirmə baxıb sakit dur. Sən qulaq qəlbinə bax belə. Sənlə necə dostluq edirlər, necə səndən bilət yoldaşlıq edirlər, sən ətrafında kim oturub səndən kim durur ki, bir insan qalxıb canlı yanına deyər ki, sən nə ya Hüseyin deyə bir mərsiyə qulaq asan, ya Hüseyini də tanımırsan. Tanımırsan, onunla sən mənim problemim yoxdur, tanımaya bilərsən. Amma sən kiməsə qarışa bilmərsən, sən niyə ya Hüseyini qulaq asan? Mən xoşum gəlir, mən bundan sonra xarici mahnıya da qulaq asacağam. Mən xoşum gəlir o ritmik, yəni fikirlər, söz deyir, ya xarici mahnı olsun, orada da mənim xoşuma gəlir ritmik, belə şeylər. Sən nə işinə qalıb bilər? Sən niyə yanılsan belə ya Hüseyin deməyə? Sən din bilirsən, din mövzusunu açsan, da mıqq edə bilməyəsən. Prosto mən özüm o söhbətlərə girmirəm. Düş, vızqı daşa bir də mənim axırıncı dəfə olsun. Biraz da qulaq asana buna. Düdüyün bir düdük. Ona görə deyirəm ki, kateqoriki mən bu insanlarla fikir mübadiləsi aparmayacağam. Ümumiyyətlə burada misafir heç vaxt insan qaldırmayacağam. Ən yazandan bir birləşə bloklayacağam. Heç vaxt onlarla ünsiyyətə girməyəcəm, cavab da verməyəcəm. Bunlara yəni nəyəsə izah eləməyə xeyri yoxdur. Bir insan deyər ki, ya Hüseyin sözünü niyə didizirsən? Ya Hüseyini mən tanımıram. Sən tanımırsan, Allah canını sağ eləsin. Sən tanıma. Mən sana nə deyirəm ki? Deyirəm sən tanımalısan. Yox, tanıma. Amma sən kiməsə deyə bilmərsən ki, sən niyə tanıyırsan və özə belə tondan, bir var sual verəsən, bir dini söhbətləri edəsən, başqa bir şey. Bir var, bir başa deyəsən. Belə də adam bax, onun da aktiviti budur. Belə sındırıb adam yola salırlar. Məsələ budur. Sən şeylə inanma laf. Mənə o maraqlı deyil, amma sən kiməsə o tondan danışa bilmərsən. Burada Hüseynə inanan çox insan var. Hüseynə hörmət edən çox insan var. Olmaz elə şeylər. Tutaq ki, mən səsin Hüseynə inanmayayım da indi. Durum mən kiməsə deyəm, sən Hüseynə inanmırsan, niyə şey eləmirsən? Elə şey olur da. Adamı xıtlayın tutub adama söz deyirlər.